Gəlin bu hekayəyə qulaq asılaq. Bu sözləri deyən 25 yaşında, həyatında demək olar ki, hər şey qaydasında olan uğurlu bir gənc qadındır. Amma onun bir sirri var. Qaranlıqdan dəhşətli dərəcədə qorxur. Hətta bunun tibbi adı da var. Niktofodiya. Yaxşı, bəs belə bir qorxu heç bir ağlabatan səbəb olmadan haradan qaynaqlanır? Ən maraqlısı da odur ki, qadın özü də bu qorxuya səbəb ola biləcək heç bir hadisəni xatırlamır. Sanki bir tapmaca da elə deyilmi? Bu tapmacanı həll etmək üçünsə bizə bir xəritə lazımdır. Ağıl xəritəsi. Və bu xəritəni bizə təxminən 1900-cü illərdə Sigmund Freud təqdim edib. Freud deyirdi ki, bizim ağlımız, psixikamız əslində nəhəng bir aysberqə bənzəyir. Bəli, aysberqə. Biz onun ancaq suyun üzündəki o kiçicik hissəsini görürük, amma əsl böyük, güclü hissəsi suyun altında, gözümüzdən uzaqda gizlənir. Gəlin Freudun bu xəritəsinə birlikdə daha dərindən baxaq. O, bu modeli topografik model adlandırırdı və inanın, bu model insanın özünü necə anlaması ilə bağlı bütün təsəvvürləri alt-üst etdi. Freudun əsas ideyası çox sadə idi. O deyirdi ki, davranışlarımızı, niyə müəyyən qərarlar verdiyimizi və ya nədənsə qorxduğumuzu anlamaq istəyiriksə, sadəcə səthə baxmaqla heç nə əldə etməyəcəyik. Əsl cavablar, o cavablar həmişə daha dərində, suyun altında gizlənir. Deməli, şuur, şuuraltı və qeyri-şuur. Bu üç səviyyəni ən yaxşı şəkildə anlamaq üçün elə gəlin birbaşa bayaqki pasiyentimizin hekayəsinə qayıdaq. Onun ağlının dərinliklərinə birlikdə səyahət edək və görək bu səviyyələr real həyatda necə işləyir. Aysbergin o suyun üzündə qalan gözdən gördüyümüz hissəsi var ha. Bax o bizim şuurumuz və şuuraltımızdır. Yəni səthdə olanlar. Deməli, şuur səviyyəsində, yəni aysbergin tam zirvəsində pasiyentimiz hər şeyin fərqindədir. Qaranlıqdan qorxur, panikaya düşür, ürəyi sürəklə döyünür, bunları özü və bilir və mükəmməl şəkildə bizə danışa bilir. Amma bu, hekayənin sadəcə görünən tərəfidir. İndi gələk şuur altına. Bu, suyun səthinin biraz altıdır. Yəni, hazırda düşünmədiyimiz, amma biraz cəhd etsək, xatırlaya biləcəyimiz şeylərdir. Məsələn, dünən nə yediyiniz kimi. Və psixoanalitiklə söhbətlər zamanı pasiyentin yaddaşının məhz bu qatından bir xatirə üzə çıxmağa başlayır. O xatırlayır ki, təxminən 5-6 yaşlarında valideynləri işə gedəndə onu tez-tez evdə tək qoyub gedərmişlər. Baxın, bu xatirə əlbəttə xoş deyil, amma yenə də sual yaranır. Bu, qaranlığa qarşı belə bir dəhşətli qorxunu, fobiyanı izah edirmi? Yox. Deməli, əsl səbəb hələ də gizlidir və onu tapmaq üçün daha dərinə enməliyik. İndi isə səyahətimizin ən həyəcanlı hissəsinə gəldik. Suyun dərinliklərinə, aysbergin o nəhəng, görünməyən və əslində hər şeyi idarə edən hissəsinə enirik. Bəli, söhbət qeyri-şuurdan gedir. Əsl sirlərin məkanı. Freudaya görə qeyri-şuur ağlımızın qaranlıq zirzəmisi kimidir. Ora, cəmiyyət tərəfindən qəbul edilməyən istəklərimizi, bizə ağrı verən travmatik xatirələri, ən dərin qorxularımızı, bir sözlə üzləşmək istəmədiyimiz hər şeyi atırıq və elə bilirik ki, onlar yox olub. Amma əslində onlar oradan pərdə arxasından bizim davranışlarımızı idarə etməyə davam edirlər. Və terapiya dərinləşdikcə, həmin o qaranlıq zirzəmidən əsl xatirə üzə çıxır. Pasiyentimiz yenə evdə təkdir və birdən işıqlar sönür. Zülmət qaranlıq. Amma dayanın, əsl travma təkcə qaranlıq deyildi. Əsl sarsıntı bundan sonra baş verənlər idi. Anası evə qayıdır. Ağlayan, qorxmuş uşağını görür və onu qucaqlayıb sakitləşdirmək əvəzinə onu əsəbləşir. Təsəvvür edim, kiçik bir uşaq üçün ən dəhşətli an. Həm qaranlıqdan, təhlükədən qorxursan, həm də sığınacağın yeganə insan, anan səni rədd edir. Bu iki qat zərbə o qədər ağrılı olur ki, uşağın psixikası özünü qorumaq üçün yeganə bir yol tapır. Bu hadisəni tamamilə unutmaq. Onu qeyri-şuurun ən dərin, ən qaranlıq küncünə bastırmaq. Budur, bir fobiyanın anatomiyası. Hər şey necə bir-birinə bağlıdır, görürsünüzmü? Şuur səviyyəsindəki simptom, yəni qaranlıq qorxusu, onun biraz altındakı şuuraltı xatirə, tək qalmaq və ən dərindəki əsl səbəb, qeyri-şuuri travma, işığın sönməsi və ananın qəzəbi. İllər əvvəl unudulmuş bir hadisə bugün real bir əzaba çevrilib. Və burada çox vacib bir məqam var. Bizim şuurlu ağlımızla qeyri-şuurumuz tamamilə fərqli dillərdə danışır. Şuurumuz məntiqlə səbəb-nəticə əlaqəsi ilə işləyir. Amma qeyri-şuurun məntiqi yoxdur. O yuxular kimi işləyir, simvollarla, assosiasiyalarla. Orada keçmiş, indi, gələcək yoxdur. Hər şey eyni andadır. Buna görə də illər əvvəlki travma bugün də dünən baş vermiş kimi təsirli ola bilir. Freud bu heyrətamiz xəritəni çəkməklə bir inqilab etdi.
Amma təbii ki, hekayə onunla bitmədi. Onun açdığı bu cığır ondan sonraki nəsil psixoloqları da öz xəritələrini çəkməyə, insan ağlının dərinliklərini kəşf etməyə sövq etdi. Məsələn, Freydin ən məşhur tələbələrindən biri, Carl Jung, xəritəyə yeni bir qat əlavə etdi. O dedi ki, bizim hər birimizin şəxsi qeyri-şuurundan daha dərində, bütün bəşəriyyətin paylaşdığı ortaq bir ambar var. Buna kollektiv qeyri-şuur adını verdi. Bütün nağılların, miflərin, universal simvolların qaynağı da məhz buradır. Bir başqa tədqiqatçı Alfred Adler isə xəritənin fokusunu tamamilə fərqli bir yerə yönəltdi. Adlerə görə bizi idarə edən əsas qüvvə Freudin dediyi kimi bastırılmış instinktlər deyil. Əsas məsələ bizim sosial varlıq olmağımız, cəmiyyətdə özümüzə yer tutmağa çalışmağımız və natamamlıq hissini dəf etmək istəyimizdir. Yaxşı, bura qədər hər şey aydındır. Amma gəlin əsas sualı verək. Təxminən 125 il əvvəl ortaya atılmış bu iceberg ideyası bugün müasir dünyada bizim üçün nə ifadə edir? Niyə hələ də vacibdir? Çox sadə bir səbəbə görə. Freydin o fundamental kəşfi, yəni şuurumuzun xəbəri olmadan beynimizdə çox güclü proseslərin getməsi fikri bugün hər zamankindən daha çox qəbul edilir. Psixoanaliz bəlkə əvvəlki kimi populyar deyil, amma qeyri-şuur ideyası müasir elmdə yaşamağa davam edir. Baxın, müasir koqnitiv psixologiyada implisit yaddaş deyilən bir anlayış var. Yəni, bildiyimizi bilmədən yadda saxladığımız şeylər və ya sosial psixologiyadakı implisit qərəz, fərqində olmadan mühakimələrimizə təsir edən gizli düşüncələrimiz. Hətta neyroelm sübut edir ki, beynimiz biz qərar verdim deməmişdən saniyələr öncə həmin qərarı artıq vermiş olur. Bütün bunlar əslində Freudun iceberg nəzəriyyəsinin müasir dildəki təzahürləridir. Və bütün bunlar bizi son, amma bəlkə də ən vacib sualla üz-üzə qoyur. Bu sual artıq o pasiyent haqqında deyil, sizin haqqınızdadır. Bəs sizin iceberginizin dərinliklərində nə gizlənir? Səthin altında, gözlərdən uzaqda, sizin həyatınızı, seçimlərinizi, qorxularınızı idarə edən hansı unudulmuş xatirələr, hansı gizli arzular var?